Salam əziz Uğur Mozaikası kanalının izləyiciləri, dəyərli 6-cı siniflər. Biz sizinlə Güvən Nəşriyyatının 6-cı siniflər üçün tapşırıqlar toplusu, yeni tədris, yeni dərslik əsasında hazırlanmış kitabından olan testlərə başlayacaq bu gündən etibarən. Birinci işləyəcəyimiz bölmə natural ədədin qüvvəti bölməsi olacaqdır. Test ayla davam edirik. Birinci sual. 3 üstü 5 qüvvətini hesablamaq üçün uyğun variantı seçin. Baxın, buradakı 5 qüvvətdir, 3 əsası bildirir. Həmin 5 qüvvət dediyimiz hissə təkrarlanan vuruğun sayını göstərir. Yəni 5 dənə 3-ün hasili. Deməli, birinci sualda cavab D variantı olacaqdır. Keçirik ikinci suala. İkinci sualda nə deyir? Deyir ki, ikinci sualda 8 vur 8 vur 8 vur 8 ifadəsinin qüvvət şəklində göstərin. Təbii ki, 8 əsas olacaq və buradakı say isə bizi nəyi göstərəcəkdir? 4'ü göstərəcək. Onda cavab 8 üstü 4 olacaqdır. C variantı. Daha sonra üçüncü sualla devam edirik. Üçüncü sualda bizə deyir ki, 2 üstü 6'nın qiymətini hesablayın. Buradakı 6 təkrarlanan 2'nin sayını bildirir. 2 vur 2, 4, 4'ü 2'yə 8, 8'i 2'yə 16, 16'nı 2'yə 32, 32'ni 2'yə 64. Deməli, düzgün cavab D variantı olacaqdır üçüncü sualda. Dördüncü sualdan devam edirik. Əziz şagirdlər, 10 üstü 9 ədədi neçə rəqəmlidir? Gəlin baxaq kiçik bir şeyə. 10 üstü 1 10'dur. Yəni burada 1 olduğuna görə bir dənə 0 oldu. 10 üstü 2'də 100'dür. Buradakı say sıfırların sayını göstərir. Məntiqi başa düşdüksə, 10 üstü 9'da nə olacaq? 1'dən sonra 9 dənə 0 olacaq. 3, 6, bu da 9. 9 dənə 0 və 1 deməli 10 rəqəmli olacaqdır. Deməli, neçə rəqəmli olacaqdır? 10 rəqəmli olacaqdır. C variantı. Dördüncü sualda. Keçirik 5-ci suala. 5-ci sualda nə deyir bizə? 10'un kvadratı çıxılsın 5'in kvadratının qiymətini tapın. 10'un kvadratı 10 vur 10'dur. 5'in kvadratı 5 vur 5'dir. 10'un kvadratı 100, 5'in kvadratı isə 5 vur 5, 25. 100'dən 25 çıxırıq, 75. Deməli, 5-ci sualda düzgün cavab A variantı olacaqdır. 6-cı sualla davam edirik. 5'in kubu çıxılsın 4'ün kubu. 5'in kubu 5 vur 5 vur 5. 4'ün kubu isə 4 vur 4 vur 4'dür. Bu 125 eləyəcək. 4'ün kubu isə 4 vur 4, 16, 4'ə vurdıq 64. 125'dən 64 çıxanda isə 61 edəcəkdir. 6-cı sualda düzgün cavab A variantı olacaqdır. 7-ci sualla davam edirik. 3'ün kubu vurulsun. 4'ün kvadratı böl 2'nin kubu. Çıxılsın 40. 3'ün kubu uşaqlar 3 vur 3 vur 3'dür. 4'ün kvadratı 4 vur 4 bölünsün. 2 vur 2 vur 2. Çıxılsın 40. 2'nin kubu. Bu 3 vur 3 9. 3'ə vurdum 27. 4 vur 4 16. 2 vur 2 4. 2'yə vurdum 8. Çıxılsın 40. Bərabərdir. 27 vurulsan 16'nı 8'ə vuranda 2 çıx 40. 27 vur 2 54 edir uşaqlar. 40'ı çıxdıqda isə 14 edəcəkdir. Deməli, 7-ci sualda düzgün cavab A variantı olacaqdır. Diqqətlə baxa bilərsiniz. 8-ci sualla davam edirik. Aşağıdakılardan hansı bir ədədin kvadratına və başqa bir ədədin kubuna bərabərdir? Baxın, 16 4 vur 4'dür. Amma 16'nı hansısa 3 ədədin hasili kimi yaza bilmərsiniz. Deməli, A variantı deyil. 36 6 vur 6'dır. Nəyinsə kvadratıdır. Amma 36'nı 3 ədədin hasili kimi, yəni kub kimi yaza bilmərsiniz. Deməli, B variantı da deyil.
C doğrudur, ona görə D-ni izah edirəm. Eyni qaydada 81 9 vur 9-dur. Amma 81-i 3 dənə ədədin hasili kimi yaza bilmərsiniz. 4 dənə desəydi, 4 dənə 3-ün hasili kimi yaza bilərdim. 9 9. Ona görə D variantı da deyil. Burada düzgün cavab C variantı olacaq əziz şagirdlər. 64 8 vur 8-dir kvadratda. 64 həm də 4 vur 4 vur 4. Yəni 3 dənə 4-ün hasilidir. Ona görə buna həm 2 ədədin kvadratı, həm də kubu kimi deyə bilərik. Yəni burada düzgün cavab nə olacaq? C bəndi. Əgər 6 dənə desəydi, 6 dənə 2-nin hasili olacaqdı. Baxın 8 vur 8 kimi parçalayacaqdıq. Yəni 64-ü yadda saxlayın ki, həm 8-in kvadratıdır, həm 4-ün kubudur, həm də 2 üstü 6-dır. Bizə bu ikisini soruşurdu. 9-cu suala baxırıq. 9-cu sual. 2 üstü 5 çıxılsın. 3-ün kubu üstə gəl 5-in kvadratı. Bərabərdir. 2 üstü 5, 5 dənə 2-nin hasilidir. 3 üstü 3, 3 dənə 3-dür. 5-in kvadratı isə 5 vur 5-dir. 2 vur 2 4. 2-yə vurdum 8. 2-yə vurdum 16. 2-yə vurdum 32. 3 vur 3 9. Bir dənə də 3 27. 5 vur 5 25. Bərabərdir. 32-dən 27 çıxıram. 5 verilmiş 25 ilə toplayıram 30. Deməli 9-cu sualda D variantı düzgün cavabdır. Davam edirik 10-cu sualla. Test dağının son sualı. 2 üstü 4 vurulsun, 5 üstü 3'ü hesabla. 2 üstü 4, 2 vur, 2 vur, 2 vur, 2'dir. Bu da 5 vur, 5 vur, 5'dir. Düzgün cevap 16 vurulsun, 125'dir. Bu da bizim için eləyəcək 2000. Aydındır mı? Düzgün cevap D variantı. Əziz şagirdlər, gəlin bunu daha rahat səmərəli, yəni 16 vur 125-dənsə belə yaza bilərik. Baxın, 2 vur, 2 vur, 2 vur, 2. Burada da 3 dənə 5-in hasilidir. Qruplaşdıraraq vurmaq daha rahatdır. 2-ni 5-ə vurursan 10. 2-ni 5-ə vurursan 10. Bu 2 ilə də bu 5 10. Burada bir dənə qalır bu 2. 10'u 10'a 100. 10'u 20. Bu deyəcək 2000. Baxın, qruplaşdıraraq bu şəkildə də yaza bilərsiniz. Bu da bizim test A-mız. O zaman test B-ni də birgə izah edək. Bu bölmə bitsin. Deməli, test B-yə baxırıq. Birinci sual. 4 üstü 6'nı hesablamaq üçün uyğun variantı seçin. 4 üstü 6, 6 dənə 4'ün hasilidir. Baxın, baxıram ki 6 dənə 4'ün hasili hardadır? B variantındadır. Davam edirik. İkinci sualla. İkinci sualla davam edirik. Deyir ki 6 üstü 3 çıxılsın. 5 üstü 3'ü hesabla. 6 üstü 3, 3 dənə 6'nın hasili. 5 üstü 3 isə 3 dənə 5'in hasilidir. 6'nı 6'ya 36, bir dənə də 6'ya vurdum 216. Çıx. 5'i 5'e 25, 5'e vurdum 125. O zaman çıxanda 1, 9. Yəni 91 qalmaqdadır. Bu da bizim üçün eləyəcək D variantı. Üçüncü sualdan davam edirik. 11 üstü A kiçikdir, 11 üstü 4. Doğru olması üçün A'nın ala biləcəyi ən böyük natural ədəd təbii ki 3 olacaq. B variantı. Ən böyük dediyinə görə. Yəni sən əslində 11 üstü 1 də 11 üstü 4-dən kiçikdir. 1 yaza bilərsən natural. 11 üstü 2 də 11 üstü 4-dən kiçikdir. 11 üstü 3 də 11 üstü 4-dən kiçikdir. Amma ən böyük dediyinə görə cavab B variantı olacaqdır. Dördüncü sualdan davam edirik. Deyir ki, əziz 6-cı siniflər, 2 üstü 5, 6 üstü 2, 3 üstü 3'ü neyniyək? Tapaq, müqayisə eləyək. Bu 5 dənə 2'nin hasilidir. 2'ni 2'yə 4, 2'yə 8, 2'yə 16, 2'yə 32. 6'nın kvadratı 6 vur 6'dır, 36. Bu da 3 vur 3 vurdu, 9 vur 3, 27. İndi ən kiçik 27'dir 3'ün kubu.
Sonra 32-dir 2 üstü 5, ən böyüyü də 6-nın kvadratıdır. Deməli, mən bu variantı axtaracağam. Bu da bizim üçün D variantı edəcəkdir. 5-ci sual. 10 üstü 12'ni tap. Dedik ki, buradaki sıfırların sayı, yəni 1-dən sonra 12 dənə sıfır olacaq. 6, 9, 10, 11, 12. İndi 12 dənə sıfır varsa, burada da bir dənə 1 var. Yəni ümumilikdə bu neçə rəqəmli olacaq? 13 rəqəmli olacaq. Düzgün cavab C variantı. 6-cı suala baxırıq. 3 vur, 3 vur, 4 vur, 4 ifadəsi hansı ədədin kvadratıdır? Bunu birbaşa hesablayıb 9 vur 16, 144 tapa bilərik. Və deyə bilərik ki, 144 12 vur 12'dir. Yəni 12'nin kvadratıdır. Düzdürmü? Amma təbii ki, bu biraz uzun yoldur. 3 vur 3, 4 vur 4 nəyin kvadratıdır deyəndə ən asan yol 3'ü 4'ə vururuq 12, 3'ü 4'ə vururuq 12. Yəni bu 12'nin kvadratıdır. Düzgün cavab B variantı. 7-ci sualla davam edirik. 7-ci sual. 12'nin kvadratı vur 2'nin kvadratı. Baxın, deyir ifadəsinin qiymətini hesablayın. Bu 12 vur 12'dir. Bu da 2 vur 2'dir. Bilirsiniz ki, 12'ni 12'ye 144 eləyir, 2'ni 2'ye 4 eləyir. Bu da bizim üçün eləyəcək. 4'ü 4'ü 6, 1 yadda, 16, 1, bu da 576. Düzgün cavab D variantı 7-ci sualdan. 8-ci suala baxırıq, əziz şagirdlər. 8-ci sual. 2 üstü 5, üstə gəl 96 bölünsün 4 üstü 2, çıxılsın 3'ün kubu. 2 üstü 5 neçədir? 32. 96 bölünsün 4'ün kvadratı 16'dır. Çıx. 3'ün kubu da 27'dir. Bayaqdan yazırıq da bunları. Bunları yavaş-yavaş öyrənmək lazımdır. 32 üstə gəl. 96'nı 16'ya bölürəm əziz şagirdlər. 6 qalır. Çıx 27. Bu eləyəcək 38 çıxılsın 27. Bu da eləyəcək 11. Təbii ki, 8-ci sualda 11 C bəndi etməkdədir. Əməllər ardıcıllığına fikir verin. Əməllər ardıcıllığında diqqətli olmaq lazımdır. 9-cu sual, əziz 6-cı siniflər. 4'də 3 vurulsun 8'in kvadratı, çıx 6'nın kvadratının kvadratı. Baxın, mötərizənin içində qüvvəti yüksəltmələr yerinə yetirilir. 64, 8'in kvadratı. 6 vur 6, 36. Daha sonra vurma prosesi. 64'ü 4'ə bölürəm 16. 3 vur 16, 48, çıx 36'nın kvadratı. 48'dən 36 çıxıram, 12 eləyir, 12'ni 12'yə 144. Deməli, düzgün cavab B variantı edəcəkdir. Və nəhayətdə ilk bölmədə, test B-də son suala baxırıq. 12,8 bölünsün 1,6 vurulsun 13'ün kvadratı, çıx 12'nin kvadratının kvadratı. Baxın, 12,8'i 1,6'ya böləndə burada cavab 8 qalır. Necə bölürük? Baxın, 12,8 bölünsün 1,6. Vergüldən sonrakılar eynidir deyə vergül atılır. Yəni sadəcə 128'i 6'ya bölürsən. Bu da 8 dəfə eləyir. Vurulsun. Bunu yazdıq. Vurulsun. 13'ün kvadratı 169, 12 vur 12, 144 kvadrat. 8 vurulsun 169'dan 144 çıxıram. Bu da eləyəcək 25'in kvadratı. Bu da 8 vur 25 vur 25. Hatta bunu 625 yazmıram ki, işim çətinləşməsin. 8'i 25'ə vururam, səmərəli hesablayıram. 225. İndi bunu da səmərəli necə vururuq? 25'i 2'yə vururuq 50. Burada da 2 dənə 0 var. Yazırıq bura. Deməli, axtardığım cavab D variantı 5000 olacaqdır. Əziz dəyərli 6-cı siniflər, mütləq şəkildə misalların izahlarına yavaş-yavaş baxa bilərsiniz və sizdən xahişimiz diqqətli şəkildə öyrənməyinizdir. Kvadratları mütləq öyrənin. Sürətli yazıram. 1'in kvadratı 1'dir. Hesablamalarda lazım olur. 2'nin kvadratı 4'dür. 3'ün kvadratı 9'dur. 4'ün kvadratı
16-dır. 5-in kvadratı 25-dir. 6-nın kvadratı 36-dır. 7-nin kvadratı 49-dur. 8-in kvadratı 64-dür. 9-un kvadratı 81-dir. 10-un kvadratı 100-dür. 11-in kvadratı 121-dir. 12-nin kvadratı 144-dür. 13-ün kvadratı 169-dur. 14-ün kvadratı 196-dır. 15-in kvadratı 225-dir. 16-nın kvadratı 256-dır. 17-nin kvadratı 289-dur. 18-in kvadratı 324-dür. 19-un kvadratı 381, 20-nin kvadratı isə 400-dür. Baxın, bu kvadratları mütləq şəkildə 20-yə qədər əzbərləyin ki, misallarda sizə çətinlik yaranmasın. Növbəti videolarda artıq növbəti səhifələri işləyəcək sizinlə. Xudahafiz, Allahın anında.